Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin bərpası sülh prosesinin ən vacib mərhələlərindən biri hesab olunur. Lakin yolların açılması, ticarətin başlaması və investisiyaların cəlbi üçün ilk növbədə cəmiyyətlərin buna psixoloji və sosial baxımdan hazır olmasıdır. Mertişdamini 1 milyonu kez Martikin banayel Sıgat bani çun katayel etkane zoheyl ab namus tasip çune ol çardın. Azərbaycanı şad Əgər qarşı tərəfdə etimad yoxdursa, qorxu və düşmənçilik hissi qalırsa, formal razılaşmalar real iqtisadi fəaliyyətə çevrilməyə bilər. yüksəltişnamı yerkinin. Asmaşanı Psixoloji bariyerlər isə əsas maneədir. 10 illiklər boyu davam edən münaqişə hər iki cəmiyyətdə dərin inamsızlıq formalaşdırıb. İtlə deyir, dostluq elə, çomağı əldən yerə qoyma. Başqa cür mümkün deyil. Erməni ilə ermənidir. Müharibə xatirələri, itkilər və sərt siyasi ritorika bu bariyeri daha da gücləndirir. Nə bilim, Ermənistanda bir də nə gün ağladılar. Bütün bizim cavanlarımızın hamısı rəhmətə getdi, torpağımızı aldılar, onu necə münasibət bəsləmək olar? Mən şəxsən razı deyiləm. Ticarət yalnız siyasi qərarla başlamır. İqtisadi əməkdaşlıq təkcə dövlətlər arası razılaşmalarla məhdudlaşmır. Olmalı da gec-tez. Mən özüm Qarabağ əliyəm, döyüşmüşəm. Hörmətli prezidentimiz tezliklə o məsələni həll edib axırına da çıxacaq. Fransa ilə İngiltərə 100 il müharibə aparıb. İndi nətərdilər onlar? Deməli, ömürlük düşmən olanlar ki, iqtisadi münasibətlər qurulmalıdır, yaranmalıdır və sağlam yaşanmalıdır, millət yaşamalıdır. Sülh olsa iqtisadiyyatı da bərpa edəcəklər də yəqin ki. Əlbəttə, bütün dünya bu dəqiqə inteqrasiya olunur. Yəqin ki, biz də bütün dövlətlərlə birlikdə inteqrasiya olmalıyıq. Çox yüksək səviyyədə. O hamısı dostluq əlaqəsi, eyni zamanda sülh əlaqəsidir.